Salam. Açılmaz olacaq. O məni özünə qarşı necə görür, ümumiyyətcə bilirmi mənim hisslərimi və yaxud da birlikdə olanlar da baxa bilərlər. Sadəcə məni özünə qarşı əsl hisslərimi necə görür, o necə düşünür, mən ona qarşı necəyəm, sevirəm onu, sevmirəm, mənim ona qarşı hissim, marağım necədir, məni özünə qarşı bir sözlə necə görür, məni özünə qarşı hansı münasibətdə görür. 4 variant. Birinci variant, məni özünə qarşı hansı hisslərdə, hansı duyğuda və hansı münasibətdə görür. 4 variant. Mən qaşları da qoyacağım. Kimə necə rahat deli də seçə bilər. Birinci variant. 2, 3, 4-cü variant. Buyurun seçin. O məni özünə qarşı hansı münasibətdə, hansı duyğularda, hansı hisslərdə görür. Seçmişsinizsə başlayıram birinci variantla. Məni özünə qarşı necə görür o? Bilirsiniz necə? Sizi rahat, öz işində, öz gücündə məndən artıq maraqlanmır kimi görür. Siz uzaqlaşırsınız elə bil onunla. Bəlkə də marağınızda başqası var. Fikirlərinizdə də başqası var, o yoxdur. Bəli, siz onun yanındasınız, bəlkə ona münasibətdəsiniz, amma xəyallarda, fikirlərdə başqasının yanındasınız. Çünki o ilə xoşbəxt deyirsiniz. Nəsə bəlkə sizin planlarınız var, gələcək ilə bağlı nəsə eləmək istəyirsiniz, onunla paylaşmırsınız, o sizi belə görür niyəsə. Siz onunla heç bir şey paylaşmaq istəmirsiniz. Niyə belə çıxır bilmirəm, nə baş verir sizin aranızda. Siz elə bil ondan soyuyursunuz, siz ondan uzaqlaşırsınız, sizin marağınız azalır. Və nələrsə elə bil ki, planlar var, arzular var, xəyallar var, daha fikirlərinizdə başqası var və o bilmir bu kimdir. Bu planlar, bu xəyallar, bunlar nə ilə bağlıdır, o bilmir. İkinci varianta keçirik. Məni özünə qarşı necə görür? Bilir ki, sizin onun hissləriniz var. Hisslər böyük sevgi kimi yox, yəni simpatiyada, yəni ona qarşı boş deyilsiniz. Baxaq, sizi özünə qarşı necə görür o? Siz bilirsiniz necə, daxilinizdə bəli ona qarşı var maraq, simpatiya hisslər, sadəcə göstərmir sizdə. Necə davranmaq lazımdır, elə davranırsınız, məntiqlə, ağılla, belə hərəkət edirsiniz siz. Niyə davakar adam kimi, pastayanı da belə tez-tez dalaşan adam kimi, bəs necə görür hissləri falan. Hesab bilir ki, siz elə bil ki, bəlkə də qorxursunuz ki, onun sizə qarşı kifayət qədər istəyi, marağı yoxdur. Siz elə bil ki, özünüzü qorumaya alırsınız. Bilirsiniz ki, o bilir ki, sizin ona qarşı hissləriniz var, bunu bilir. Elə bil ki, sadəcə bunu göstərmirsiniz, özünüzü qorumaya alırsınız ki, bəlkə onun mənə qarşı yoxdur. Əmin deyilsiniz sadəcə onun hisslərindən. Bəli, siz qorxursunuz. Qorxursunuz qəlbinizin qırılmağından. Siz qorxursunuz yanılmaqdan, niyəsə o belə fikirləşir və siz onu əsl hissləri və duyğuları, əsl marağı, əsl fikirlər, əsl niyyət göstərmirsiniz. Üçüncü varianta keçirik. Siz özünə qarşı hansı münasibətdə görür. Acıqlı. Bilirsiniz necə, siz
ona özünüzü fərqli göstərməyə çalışırsınız ki, o belə düşünür. Bu demək deyil ki, həqiqətən belədir. O belə düşünür ki, siz özünüzü ona fərqli göstərməyə çalışırsınız ki, yuxarı adam kimi, yuxarıdan, özün dardan, güya mənəm də belə göstərməyə çalışırsınız və əslində o güc, o nə bilim, nəsə yoxdur sizdə. Və elə bil ki, əvvəl daha yüksək düşüncələrdə idi. Elə bil indi biraz aşağı. Bilmirəm nə ilə əlaqəli gəldi, çox adam baxır. Sizi özünə qarşı hansı münasibətdə görür? Bilirsiniz necə? Hesab edir ki, sizin ondan bəzi gözləntiləriniz var. Əgər belə deyilsə, başqa varianta keçin. Nə çıxır mən oxuyuram? Sizin ona qarşı başqa gözləntiləriniz var. Bəlkə əvvəl ola bilər siz özünüzü belə göstərmişsiniz ki, güya mən səndən heç nə istəmirəm, amma indi fikirləşir ki, yox, əslində məndən gözləntiləri var imiş. Əslində bəlkə də bu niyyətlə də mənlə əlaqədəymiş. Bax, belə bir vəziyyət görünür. Əgər o olmasa, məsəl üçün bu adamla olmasa, başqası ondan bir üst kimsə, siz dərhal ona yönlənə bilərsiniz. Yəni sizi özünə qarşı ciddi sevgisi, marağı olan biri kimi görmür. Sizin ambisiyalar var, sizin istəklər var və onlar olmasa güya uzaqlaşarsınız siz ondan. Belə görürsünüz. Keçək 4-cü variantda. Məni özünə qarşı hansı münasibətdə görür? Bilirsiniz necə münasibətdə görürsünüz özünə qarşı. Sizdə hesab edir ki, siz razısınız nələrdənsə, bəlkə pulla bağlı, bəlkə stabil münasibətlərlə bağlı. Prosta böyük arzular var, başqa arzular, çox başqa şeylər istəyirsiniz. Nəsə üçün də bəlkə arasa getmək, hansı ki, onun bu dəqiqə onu eləməyə ya gücü yoxdur, ya imkanı yoxdur. Biz necə münasibətdə görürsən özünə qarşı? Üçüncü variant, dördüncü varianta çox oxşar çıxmış da ola bilər. Energetikalar qarşılayacaq. Yəqin ki, bunu özünüzdə görəcəksiniz. Üçüncü variant kimləri çağırmışsa, o adamları dördüncü variantda çağıracaq. Nəsə oxşar çıxır burada. Gözləntilər var, gözləntilər. Dördüncü variantda fərqli olaraq nə çıxır? Fərqli olan o çıxır ki, güya siz başqalarına nələrsə eləyirsiniz. Başqaları var həyatınızda, bəlkə siz kəsirsiniz, bilmirəm. Mənə də eləsin. Eləyə bilər, başqalarına eləyir, mənə də eləsin. Bu mütləq deyil ki, münasibət olsun. Ola bilər dosta, yaxına, tanışa, ailəyə nəsə eləyirsiniz siz. Buna deyə bilmərəm. Bəlkə daha çox vaxt ayırırsınız. O da ola bilər. Çox adam baxır. Sadəcə egoistliyi var burada. Elə bil ki, sizin gözləntilər var. Nəsə gözləntilər var ondan. Güya ki, başqalarını eləyir, qoy mənə də eləsin. O sizi özünə qarşı belə görür. Təşəkkür edirəm izlədiyinizə görə. Hansı mövzular maraqlıdırsa yazın mənə. Çalışacağım mövzularda açılımlar eləyim. Təşəkkür edirəm izlədiyinizə görə. Sağ olun.